Hər idmançının bilməli olduğu şey. Əzələ necə böyüyür? Əsas iş əzələ fiberlərinin içində baş verir. Əzələ böyüməsi iki tərzdə olur: eninə və uzununa. Uzununa deyəndə səhv başa düşməyin. Əzələ tendonlarla sümüklərə bağlıdır. Başlanğıc və bitmə nöqtələri dəyişə bilmədiyinə görə daha çox şişir və yumruluq qazanır. Əzələnin böyüməsi üçün 3 amil var. Birincisi və ən əsası mexaniki stressdir. Biz bir ağırlığı qaldırdığımız zaman əzələ içində gərginlik qüvvəti yaranır. Əlimizdə olmadan qaldırdığımız ağırlıqların sürəti yavaşlayırsa və buna baxmayaraq ağırlığı qaldırırıqsa, bu mexaniki stressdir. Digər iki amil bu qədər də önəmli olmadığı üçün onlardan bəhs etməyəcəm. Qısaca belə deyim ki, bütün elmi məlumatları topladıqdan sonra praktikada əlimizdə 3 əsas qayda qalır. 1. Progressiv yüklənmə. Zamanla çəkini və ya təkrarı qaldırmaq. Tövsiyə edirəm ki, bunu qeyd edin. Zamanla inkişafınızı təqib etmək daha rahat olacaq. Qidalanma. Bol zülallı qidalar yeyin. İstirahət. Yuxu. Günlük 7-8 saat yatmağa diqqət göstərin. Sual və ya məsləhətləriniz varsa yorum ata və ya şəxsi mesaj göndərə bilərsiniz.